biridir. Aya, sual verirlər ki, bəs əgər bir şəxs xumsun vacibliyini bilə və yenə də xums çıxmaya və Allaha öz qazancının 5də 1-ni verməsə, onun hökmü nədir? Fəqihlərimizin rəyi budur ki, necə ki namazın haqqı olduğunu biləsən və namazı qılmayasan, həmin şəxsin hökmü fasikdir. Bu oruca da aiddir. Ramazan orucunu bilərəkdən tutmayana, namaz bilərəkdən qılmayana, xumsu bilib qılmayana və furu dində olan o 10 dənə bölünmə ki var, onların hər birini bilə və yenə də etməyə o şəxsə deyilir fasik. Fasik nədir? Bir şəxsə görə fasik olsa, həmin şəxsin nədir? Arxasında namaz qılmaya olmaz. İslami bir məhkəmə olsa, həmin şəxsin şahidliyi qəbul olunmaz. Həmin şəxs, yəni o şəxs ki, fasik hökmünü daşıyır, bir xəbər gətirsə, Allah Quranda buyurur ki, fasikin gətirdiyi xəbəri nədir? Yoxlayın. İmam Cavad əleyhissalam